Təbrizdə Traktor komandasının oyunu bu dəfə təkcə idman qarşılaşması deyil. Güney Azərbaycan türklərinin illərdir davam edən haqlı tələb və çağırışlarının nəhəng tribunada səsləndiyi milli ruhlu bir mitinqə çevrildi. Minlərlə azarkeşin eyni anda gür səsli hayqırdığı türk dilində mədləsi olmalıdır. Hər kəsə şüarı stadionu titrədib. Mesaj isə bütün İrana yayılıb. 10 illərlə davam edən dilgə sahına qarşı xalqın səsi yüksəlir. Bu şüar bir futbol oyununun içində səslənən spontan bir emosiyanın deyil. Güney Azərbaycanda milyonlarla insanın illərdir içində yığılan ədalət tələb edən ruhunun ifadəsidir. İranın təhsil sistemi uzun müddətdir qeyri-fars xalqların, xüsusən də türklərin ana dilində təhsil hüququnu tanımır. Bu isə təkcə dilin deyil, kimliyin, mədəniyyətin, tarixi yaddaşın sıxışdırılması anlamına gəlir. İllərlə davam edən bu ayrı seçkilik Güney Azərbaycanda sözün həqiqi mənasında milli oyanış prosesini gücləndirib, insanlar artıq susmur, hüquqlarını daha açıq, daha cəsarətlə tələb edirlər. Traktor azarkeşləri uzun illərdir yalnız bir klubun deyil, bir millətin səsini daşıyan tribunaya çevriliblər. Bu stadionda səslənən hər çağırış, hər şüar Güney Azərbaycanın ruhunun dirənişini və kimlik mübarizəsini əks etdirir. Bu dəfə də tribunalar mesajı açıq verdi. Türk dilini boğan sistem qələbə çalmayacaq. Ana dilimiz bizim haqqımızdır. Bu haqqı kimsə əlimizdən ala bilməz. Mübarizə stadionlardan başlayıb millətin yaddaşına hopur. Təbrizdən yüksələn bu gür səs təkcə İrana yox, bütün Türk dünyasına göstərir ki, ana dili uğrunda mübarizə artıq yeni mərhələdədir. İnsanlar bu məsələni gizli otaqlarda yox, minlərlə insanın qarşısında açıq stadionlarda gür səsli şüarlarla dilə gətirirlər. Bu cəmiyyətin dəyişdiyini, xalqın susmadığını və susmayacağını göstərən ən güclü siqnaldır.